Hər vaxtınız xeyir olsun. Bu bizim ilk dərsimizin videosudur. İlk dərsimiz 3-cü gün 23 aprel tarixində olacaqdı, bilirsiniz. Və bu dərsdə biz aşağıdakı məlumatları öyrənəcəyik. Bu məlumatlara diqqətlə baxmaq lazımdır. Videonun hər dəqiqəsinə baxmaq lazımdır ki, biz dərs müddətində, canlı dərs müddətində qruplara ayrılacağıq və daha sonra da bu dərsdə öyrəndiyimiz məlumatları həmin o qruplar çərçivəsində dialoq formasında işlədəcəyik, praktika edəcəyik. Əsas məqsədimiz odur ki, video ilə dərs öyrənirsiniz, canlı dərsdə də praktika edirsiniz. Getdik. Deməli, ilk hissədə biz təqdimatı öyrənəcəyik, madam, monsieur sözünü öyrənəcəyik. Böyük ehtimalla zaten bilirsiniz. Salam sözünü öyrənəcəyik. Bir də ki, kiçik təqdimatı öyrənəcəyik. İkinci hissədə avoir feilini öyrənəcəyik. Avoir feili malik olmaq deməkdir. Yəni nəyisə olmaq deməkdir. Məsələn, mənim bir telefonum var dediyiniz vaxtda bu feili istifadə edəcəyik. Daha sonra isə ikinci feilimizi öyrənəcəyik. İkinci feilimiz être feili olacaqdır. Être feili Azərbaycanda olmaq feilidir və həmin bu feili harda istifadə edəcəksiniz? Tutaq ki, mən xoşbəxtəm deyəndə, mən qəmginəm deyəndə, mən Azərbaycanlıyam deyəndə, mən ondan sonra hansısa bir yerdə işləyirsiniz, tutaq ki, qarson olaraq işləyirsiniz. Mən qarsonam deyəndə və yaxud da mühəndissiniz, mən injinerəm deyəndə, bax bu feili istifadə edəcəksiniz. Onun üçün də bu iki dənə feili öyrənmək çox həddindən artıq önəmli bir şeydir. Başlayaq. İlk öncə madam monsieur'u öyrənirik. Madam monsieur bizim Azərbaycan dilinə tərcümə eləyəndə madam xanım kimi tərcümə edilir. Monsieur də müəllim kimi. Biz elə bilirəm elə tərcümə edirik. Cənab və yaxud da müəllim kimi. İlk öncə özümü təqdim eləyəcəm mən. Nikolas olaraq təqdim eləyəcəm. Harda yaşadığımı deyəcəm. Bunu əzbərləsəz yaxşı olar. Deməli, salam deyəndə bonjour madame. Tutaq ki, bir xanıma özünüzü təqdim edirsiniz. Bonjour madame. Je suis. İndi buna baxacağıq. Bu deməli être feilinin təsrifidir. Être feilinin təsrifidir. Təbii daha detallarına indi girəcəyik. Je suis Nicolas. Tamam. Je suis Nicolas. J'habite. J'habite yaşayıram deməkdir. Şəhərimi deyəcəm. Yaşadığınız şəhəri deyəndə, şəhərdə deyəndə bir dənə A şeyini qoyursunuz. Prepozisyon deyirik buna. A sözü üstünü qoyursunuz və olur orada tutaq ki. Tamam. Məsələn, Po şəhəri vardı. Fransada bilirsiniz. J'habite à Po. J'habite à Nantes. J'habite à Paris. Tamam. Yəni j'habite qoyursunuz, daha sonra da yaşadığınız şəhəri deyirsiniz. Bonjour madame, je suis Nicolas. Salam xanım, mənim adım Nikolasdır. J'habite à Po, Po'da yaşayıram. Və daha sonra da bura milliyyətimizi yazacağıq. Je suis Azərbaycanlı. Axırda da deyirsiniz ki, je suis enchanté. Mən məmnunam. Bu oldu bizim təqdimatımız. Həmin bu təqdimatı dostlar siz evdə öyrənirsiniz. Dərsimizin çərçivəsi içərisində hər kəs özünü kiçik təqdim eləyəcəkdir. Bonjour madame və yaxud da bonjour monsieur də ola bilər. Təbii qarşınızdakı adamdan asılıdır. Bonjour madame və yaxud da bonjour monsieur. Je suis Nicolas. J'habite à Po. Və yaxud da j'habite à Nantes, j'habite à Paris. Je suis Azərbaycanlı, mən Azərbaycanlıyam. Je suis enchanté. Axırda da sonra ayrılanda hələlik deyəndə də deyirsiniz à bientôt. À bientôt və yaxud da hətta merci də deyə bilərsiniz. Merci, təşəkkürlər deməkdir. À bientôt. Bu oldu bizim kiçik təqdimatımız. Bu deməli ilk öyrənəcəyimiz şeydir. İndi biz keçirik ikinci mərhələyə. İkinci mərhələdə avoir feilini mən təsrif eləyəcəm. Avoir feili bu məsdərdə malik olmaq deməkdir.
Daha sonra biz bunu təsrif edəndə, məsələn, mənim varımdır deyəndə J 3 dənə nöqtə qoyacağam, çünki sonra əşya əlavə eləyəcəyik. J mənim var. Tu a sənin var. Il o deməkdir kişi cinsi üçün. El o deməkdir qadın üçün. Onun var. Davam edirəm. Nous avons. Bizim var. Vous avez. Sizin var. Ils ont. Onların var. Elles ont. Qadın cinsində onların var. İndi buradan sual ortaya çıxır. Böyük ehtimalla siz eşitdiniz. Burada nous avons deməli idik, amma mən burada böyük bir z hərfini tələffüz elədim. Bəs yaxşı, bu z hərfi hardan çıxır? Nous avons dedim, ondan sonra vous avez dedim, ils ont dedim, elles ont dedim. Bəs bu hardan çıxdı? Yoxdur orada z hərfi. Mən niyə tələffüz elədim? Sürətli bir şəkildə bunu izah eləyim ki, beyninizdə qalmasın. Çox qrammatikaya falan girmək istəmirəm, amma sual gəlirsə onu cavablamalıyıq. Fransız dilində bir qayda vardı. Biz ona liaison deyirik. O liaison qaydası nədir? Əgər bizim ilk sözümüzün sonu, tutaq ki, s, z, x bunlardan bitirsə, ikinci sözümüz isə saitlə başlayırsa, məsələn, a ola bilər bu, o ola bilər bu, ondan sonra e ola bilər bu, sonra nə ola bilər? Biz bu h-ya da, aşa da sait gözü ilə baxacağıq. Bunu da yazıram bura. Əgər belə olursa, biz bu axırıncı səsi istisna olaraq tələffüz eləyəcəyik. İstisna olaraq tələffüz eləyəcəyik və fərqi yoxdur. S da olsa, z da olsa, x da olsa biz onu z kimi tələffüz eləyəcəyik. Görürsünüz, burada s-dır. Tamam, s ilə bitib. İkinci tərəfimiz də saitlə başlayıbdır. Ona görə biz buradan bir dənə z səsi çıxardacağıq. Nu və bitişir ikinci hissəyə. Sait hissəsinə bitişir. Bu belə Azərbaycan nə yazanda olur? Nous avons. Tamam, nous avons. Eyni şey burada da vardı. Görürsünüz, vous avez. Eyni şey burada da vardı. Ils ont. Tələffüzünü yazıram ha. Elles ont. Yəni bu bunun qaydasıdır. Gələcəkdə görəcəyik zaten. Çox detaylarına girmirəm. Bizim əsas ehtiyacımız olan şey bu deyil. Tamam. Və bura nə yazırıq? Liaison. Tamam. Biz bunun təsrifini bildiyimiz üçün indi bunun sonrasına bir dənə əşya qoyaq. Ən çox istifadə elədiyimiz əşya nədir? Telefondur. İndi bura mən deyəcəm ki, mənim bir telefonum var. J birbaşa əşyanı qoyuruq. Un telefon. Fikir verdiniz, burada bir article əlavə eləmişəm. Bu da o deməkdir ki, fransız dilində cins məsələsi vardı. Bəzi əşyalarımız kişi cinsində olacaqdı, bəzi əşyalarımız qadın cinsində olacaqdı. Məsələn, indi qadın cinsində bir şey yazacağam. Sənin bir stolun vardı. Tu as une table. Tamam, une table. Demək, belə buradan başa düşürük ki, qadın cinsində olursa ün yazırıq, bir dənə ö əlavə edirik. Kişi cinsində olursa bir dənə ən yazırıq, olur kişi cinsi. J'ai un téléphone, tu as une table. Və bir də son olaraq bir adamın tutaq ki, bir neçə dənə telefonu vardı. Cəmdə telefonu vardı. Məsələn, il a des telefon. Buradan da başa düşürük ki, cəmdə olanda da biz əşyaların qarşısına qoyacağıq. Des yazacağıq, D kimi oxuyacağıq. Hə, qadın kişi fərq eləmir. Qadın kişi cəmdə olan hər hansı bir əşya olsa yazacağıq D ilə D telefon. Bir neçə dənə telefonu var. Okay?
Super. İndi praktika eləmək üçün mən bura çoxlu maraqlı əşyalar qoymuşam. Həmin bu əşyalarla praktika eləməyinizi istəyəcəm. Evdə oturursunuz, praktika eləyirsiniz və təbii ki, dərsə gələndə də yəqin ki, hər birinizdən soruşacağam ki, zəhmət olmasa praktika eləyin. Məsələn, deyə bilərsiniz ki, j'ai un stylo. Mənim bir dənə ruçkam vardı. Il a des clés. Onun açarları vardı. Ondan sonra vous avez des photos de bébé. Sizin uşaq şəkilləriniz vardı. Nous avons un portefeuille. Bizim bir dənə kaşlokumuz vardı. J'ai un agenda. Mənim bir dənə ajandam vardı, kalendarım vardı. Vous avez un carnet. Sizin bir bloknotunuz vardı. Və s. və s. Yəni mən bunu paylaşmışam burada Google Drive-ınızda. Girirsiniz, baxırsınız və praktika eləyirsiniz zəhmət olmasa. Və qarşısında görürsünüz hər dəfəsində ün və yaxud da an yazılıbdır. An olanda bilirsiniz ki, kişi cinsidir. Ün olanda bilirsiniz ki, qadın cinsidir. Və des yazılırsa, de olanda bilirsiniz ki, cəmdir. Bu bizim avoir feilinin istifadəsidir. İndi keçəcəyik être feilinin istifadəsinə. Yaxşı, indi isə être feilinə gəldik. Être feili bayaq dediyim kimi olmaq deməkdir. Məsələn, je suis. Əgər mən demək istəyirəm ki, mən Nikolasam, deyəcəm je suis Nikola. Adınızı deyə bilərsiniz. Məsələn, je suis Vəli. Mən Vəliyəm. Tamam, je suis Vəli. Ondan sonra tələffüzünə yenə davam eləyirəm. Tu es. Sən, yəni sənsən. Tu es Vəli. Sən Vəlisən. Biraz intonasiyanı dəyişəndə də suala çevirmək olur əslində. Tu es Vəli. Sən Vəlisən. Okay. Il est, elle est. Qadın, kişi cinsi üçün il est. Qadın cinsi üçün elle est. Nous sommes, bizik. Yəni biz tutaq ki, Vəliyik. Nous sommes Vəli. Biz Vəliyik. Vous êtes, burada da görürsünüz, liaison elədik. Z səsi yarandı. Vous êtes, sizsiniz. Və ils sont, elles sont, onlardırlar. İndi həmin bu olmaq feilinə uyğun olan bir neçə dənə şey yazmışam, sifət yazmışam bura. Məsələn, qəmgin olmaq. Triste, qəmgin deməkdir. Heureux, kişi cinsində xoşbəxt deməkdir. Heureuse, qadın cinsində xoşbəxt deməkdir. En colère, əsəbi deməkdir. Fikir verdiniz, en colère ilə tristin qadın və kişisi dəyişmədi. Nə üçün? Çünki bunların sonunda zaten bir dənə e hərfi vardı. Bunu təbii ki, biraz qrammatikadır, çox içərisinə girmirəm. Bilin ki, en colère ilə tristin qadın və kişisi dəyişmirlər. Qadın cinsində də je suis en colère, mən əsəbiyəm. Kişi cinsində də je suis en colère, mən əsəbiyəm. Qadın cinsində də je suis triste, mən qəmginəm. Kişi cinsində də donc je suis triste, mən qəmginəm. OK, impatient. Impatient səbirsiz deməkdir. Impatient yenə də səbirsiz deməkdir. Məsələn, je suis triste, mən qəmginəm. Tu es triste, sən qəmginsən. Il est triste, o qəmgindir. Elle est triste, o qəmgindir. Hətta sual kimi də verə bilərsiniz. Elle est triste, o qəmgindir. Tamam. Nous sommes tristes, biz qəmginik. Vous êtes triste, siz qəmginsiniz. Ils sont tristes, onlar qəmgindirlər. Eyni şey, je suis en colère, tu es en colère, il est en colère, elle est en colère, nous sommes en colère, vous êtes en colère, ils sont en colère. Fikir verdiniz, burada dünənləri izah eləmişdim. Est yazırıq, amma sadəcə e kimi oxuyuruq. Tamam. Buna da diqqət eləmək lazımdır. Tamam, bu da öz yerində və daha sonra. İndi bunun biz negativinə baxacağıq. Negativi də çox önəmlidir. Məsələn, demək istəyirsiniz ki, mən qəmgin deyiləm. Fransız dilində negativi düzəltmək üçün təbii bu şəxs əvəzliyini deyəcəyik, je. Ondan sonra feilin qarşısına bir dənə ne şəkilçisi qoyacağıq. Feilimizi deyəcəyik, je ne suis. Və daha sonra da bir dənə pas yazılır, amma pa kimi oxunur. Pa qoyacağıq, olacaqdır. Je ne suis pas triste. Mən qəmgin deyiləm. Mən qəmgin deyiləm. Tamam. Yəni bu
bir qaydadır. Hər hansı bir feillə bu keçir. Deyə bilərsiniz ki, je ne suis pas Nicolas. Mən Nicolas deyiləm. Tu n'es pas Nicolas. Sən Nicolas deyilsən. Il n'est pas Nicolas. O Nicolas deyil. Elle n'est pas Nicolas. O Nicolas deyil. Nous ne sommes pas Nicolas. Biz Nicolas deyilik. Vous n'êtes pas Nicolas. Siz Nicolas deyilsiniz. Ils ne sont pas Nicolas. Onlar Nicolas deyirlər. Tamam. Bu da bizim ikinci dərsimizdir. İndi praktika üçün mən sizdən xahiş eləyəcəm. Xahiş eləyəcəm ki, evdə, bax burada görürsüz şeylər qoymuşam, professionlar qoymuşam. Bir də yaddan çıxartmayaq, məsləklərin önündə artikel işlətmirik heç bir zaman. Bu da qrammatik kiçik bir qaydadır. Məsələn, deyəndə ki, mən jurnalistəm, deyəcəm ki, je suis journaliste. Və yaxud da demək istəyirəm ki, mən jurnalist deyiləm. Onda deyəcəm, je ne suis pas journaliste. Tamam. Sual da vermək üçün sual verə bilərsiniz ki, tu es journaliste. Biraz intonasiyanı dəyişdirirsiniz, avtomatik olur sual. Tu es journaliste. Evdə xahiş eləyəcəm ki, bax buradakı sözlərə baxasınız. Özünüzü təqdim eləyəsiniz. Özünüzün kim olub, kim olmadığınızı deyəsiniz. Mümkün qədər detallarına girin. Məsələn, je suis Vəli, mən Vəliyəm. Nəyə malik olduğunuzu deyə bilərsiniz. Məsələn, mənim 5 dənə telefonum var deyə bilərsiniz. J'ai 5 telefon. Buradadır. Həmin bu. Bunları qoyaq bura ki, daha yaxşı görəsiniz. Bura. Yapışdırdım bura. Axırdan silirəm. Həvsiyom. Bu qədər və bugünkü dərsimiz bitdi. Zəhmət olmasa videoya axıra qədər baxın. Zəhmət olmasa gəlin bu Google Drive-ın üzərinə və zəhmət olmasa bu Google Drive-ın üzərində olan bütün məlumatları mənimsəyin. Çünki 3-cü gün gələndə biz sadəcə praktika edəcəyik. Oldu. Nə sualınız da olsa bizim Google Workspace vardı. Orada verə bilərsiniz. Hələlik, sağ olun.